Səfəv imperiyası dağılmasaydı, Səfəv imperiyasının ilk 11'li necə olardı? Bu videoda ona baxacağıq. Bu videoda ilk 11'li Səfəv imperiyasının torpaqlarına daxil olan ölkələrin futbolçuları ilə quracağıq. Yəni Azərbaycan, Gürcüstan, İran və İraqdan olan futbolçularla Səfəv imperiyasının ilk 11'lini quracağıq. İlk 11'liyin 4-3-3 sistem şəklində qurulacaq. İlk 11'li qapıda Gürcüstan millisinin və Liverpoolun ikinci qapıcısı olan 25 yaşlı Giorgi Marmardaşvili yer alır. Marmardaşvili hazırda transfer bazar dəyəri 29 milyon avrodur. Marmardaşvilinin Valensiyadan 30 milyon avro qarşılığında Liverpoola transfer olub və Liverpool formasında bu mövsüm 11 oyunda meydana çıxıbdır. Müdafiə bölgəsində ilk müdafiəçimiz millimizin və Qarabağın 28 yaşlı oyuncusu olan Bəhlul Mustafazadədir. Bəhlul 2021-ci ildən bəri Qarabağ forması geyinir. Digər mərkəz müdafiəçimiz isə Kayserisporun 29 yaşlı İranlı futbolçusu olan Majid Hüseynidir. O 2021-ci ildən Kayseri forması geyinir. Müdafiənin sağ və sol cinahlarında isə millimizin və Qarabağ futbolçusu olan Elvin Cəfərquliyev və Tural Bayramov yer alıb. Bu mövsüm Qarabağın Çempionlar Liqasında göstərdiyi yaxşı çıxışda hər iki futbolçunun əsas pay sahibidir. Orta sahada ilk futbolçumuz Utrecht'in 22 yaşlı İraqlı oyuncusu olan Zidane İqbaldır. Zidane İqbalın transfer bazar dəyəri 3,1 milyon avrodur. Oyuncunun boyu 1.80 olması onun hava toplarında üstünlük yaradır. Zidane İqbalın Manchester United yetirməsi ilə bu il indiyə qədər Utrecht forması ilə ümumilikdə 13 oyuna çıxıbdır. Orta sahada digər oyuncusu Sporting Lisabonun formasını geyinən 26 yaşlı Gürcüstan millisinin oyuncusu Giorgi Kosaraşvilidir. Oyuncunun transfer bazar dəyəri 5,7 milyon avrodur. Bu mövsüm Levante'dən 5,5 milyon avro qarşılığında Sporting'ə transfer olubdur. Digər orta sahada oyuncumuz isə Saint-Étienne forması geyinən 24 yaşlı Gürcüstan millisinin futbolcusu olan Ziriko Davitaşvilidir. Ziriko'nun transfer bazar dəyəri 8,2 milyon avrodur. Əsas mövqeyi hücum olsa da bəzən lazım gəldikdə orta sahada da oynaya bilir. İlk 11'in hücum xəttində isə ilk hücumçumuz Villarreal və Gürcüstan millisinin 25 yaşlı futbolcusu olan Giorgi Mikhailidzedir. Oyuncunun hazırda bazar dəyəri 30 milyon avrodur. Mikhailidze bu mövsüm Lyon'da 30 milyon avro qarşılığında Villarreal'a transfer olub. Bu mövsüm 26 oyuna çıxıb və 7 gol və 3 asist ilə yadda qalıbdır. İlk 11'limizin mərkəz hücumçusu isə 33 yaşlı İranlı Mehdi Taramidir. Mehdi Tarami karyerası ərzində Porto və Inter kimi məşhur klubların formasını geyinibdir. Son hücumçumuz isə ölkəmizdə də tanınan atası vaxtilə millimizin formasını geymiş və Şəmkir və Turan Tovuz klublarından da oynamış futbolçunun oğlu olan hazırda Paris Saint-Germain forması geyinən oyuncudur və bu ilk 11'liyin ən bahalı oyuncusudur. Hazırda transfer dəyəri 93 milyon avrodur. Bəli, ən bahalı oyuncu adı isə Xivica Kvaradashvilidir. Xivica Napoli forması ilə Serie A qalibi olub və PSG forması ilə isə Çempionlar Liqası və Fransa Liqasının qalibi adını qazanıbdır. Bu qədər. Bugünkü videonun da sonuna gəldik. Sağ olun, salamat qalın.